Davos'ta Dünya İqtisadi Forumu davam edir. Ölkə başçısı da bu forumda iştirak edir. Artıq ötən gün Donald Trump'la görüşdə baş tutdu. Bir sıra özəl şirkətlərin, rəsmi qurumların nümayəndələri ilə də ölkə başçısı arasında görüşlər olub. Ümumiyyətlə Davos'da nələr baş verir, nələr müzakirə olunur? Elə studiyamızda da bu mövzuya toxunacağıq. Mövzunu aktuallığı nəzərə alınaraq elə bu mövzunu davam etdiririk və studiyada qonağı millət vəkili Kamran Bayramovdur. Kamran müəllim, salam, xoş gəlmisiniz. Xoş gördük. Donald Trump artıq ölkə başçısı və Azərbaycanı da Sülh Şurasına dəvət etdi. Gəlin ilk olaraq bundan başlayaq ki, bu Sülh Şurası öz-özlüyündə nəyi propaganda edəcək və bu BMT-nin alternatividirmi? Alternatividirsə, üstünlükləri nədən ibarətdir? Gəlin bundan başlayaq, daha sonra isə Azərbaycanın bu şurada təmsil olmasına da toxunarıq. Təşəkkür edirəm sualınıza görə. Biz onu xüsusi qeyd etməliyik ki, bu ilki Davos forumu dünyanın xüsusi diqqətini çəkir. Çünki əvvəlki illərlə müqayisədə bu dövrdə münaqişələrin sayı çoxalıbdır, gərginliklər artıbdır. Biz elə bu çox mürəkkəb geosiyasi kontekst fonunda baxmalıyıq bu məsələyə. Çünki bilirsiniz ki, bugünkü gündə Ukrayna-Rusiya müharibəsi, eyni zamanda Yaxın Şərqdə olan gərginlik, İranda, Suriyada olan cərəyan edən hadisələr və eyni zamanda son zamanlar Qrenlandiya ətrafında olan gərginlikdə diqqət çəkir və bu baxımdan da bu Davos forumunun, Dünya İqtisadi Forumunun bu ilki sessiyası olduqca maraqlı görünür. Çünki bir çox məsələlər müzakirə olunur. Əgər əvvəllər bu forum daha çox iqtisadi məsələlərə, investisiya məsələlərinə yönəlmişdirsə, artıq belə deyək də bir siyasi bir kluba çevrilməkdədir. Çünki bir çox dövlətlərin rəhbərləri gəlir burada, həm panellərdə iştirak edir, eyni zamanda iki tərəfli görüşlər keçirilir və bu baxımdan da bu forum xüsusilə diqqət çəkəndir ki, bu forumda artıq Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump iştirak edir və özünün təşəbbüs etdiyi məhz Sülh Şurası ilə bağlı, yəni ki, Yaxın Şərq üzrə Sülh Şurası ilə bağlı bir təşəbbüsün təqdimatı və müvafiq sənədlərin imzalanması da nəzərdə tutulur. Məlumdur ki, 50-dən çox dövlət bu Sülh Şurasında iştirak etmək dəvətini alıb. O cümlədən Azərbaycan prezidentinin ünvanına da bu cür məktub ünvanlayıb Donald Trump. Və maraqlı bir məsələ odur ki, biz bu başdan dəqiq deyə bilmərik ki, bu şuranın, belə deyək, əhatə dairəsi, səlahiyyətləri, kompetensiyası hansı dərəcədə olacaq, necə olacaq? Çünki bu qurumun, yaradılan qurumun hələ ki, belə deyək, nizamnamə sənədləri üzə çıxmayıb. Yəni ki, o hazırlanma mərhələsindədir. Çox güman ki, elə bu forum çərçivəsində imzalanacaqdır. Amma hələ ki, ictimailəşdirilməyib, hələ ki, ictimaiyyətə təqdim olunmayıb deyə biz onun hansı dərəcədə səmərəli və lazımlı, gərəkli olduğunu hələ ki, biz deyə bilmirik, proqnozlaşdıra bilmirik. Amma bir məsələ məlumdur ki, Sülh Şurasının əsas məqsədi məhz Yaxın Şərqdə münaqişənin sonlandırılması, eyni zamanda Qəzza zolağının bərpa olunması ilə bağlı məsələlər durur və təbii ki, Azərbaycanın da bu Sülh Şurasına dəvət olunması da təsadüfi deyil. Yəni ki, Azərbaycanın bu sahədə çox böyük, belə deyək, səyləri var, təcrübəsi var. Eyni zamanda mən düşünürəm ki, həm də Azərbaycan təsadüfi seçilməyib. Nəyə görə? Çünki Azərbaycan həm Cənubi Qafqaz regionunda aparıcı dövlətdir, aparıcı qüvvədir və eyni zamanda müharibə görmüş ölkədir. Eyni zamanda müharibədə qalib gəlmiş bir tərəfdir və xüsusilə də post-müharibə vəziyyəti ilə bağlı, post-müharibə dövründə görülən işlər, humanitar fəaliyyət, eyni zamanda bərpa işləri ilə bağlı təcrübəyə malik olan dövlətdir və bu baxımdan da düşünürəm ki, Azərbaycan bu Sülh Şurasında iştirakı ilə təbii ki, bəyan olunmuş məqsədlərə özünə məxsus töhfəsini verəcəkdir. Eyni zamanda siz bir məsələyə toxundunuz ki, bir çox ekspertlər, politoloqlar belə bir qənaətə gəlirlər ki, yeni yaradılan qurum BMT-ni əvəzləyəcəkdir. Amma biz onu unutmayaq ki, BMT belə deyək, qlobal bir təşkilatdır. Yəni ki, bu və ya digər məsələlər konkret bir məsələyə yönəlməyib, ümumi
məqsədləri güdür. Burada həm sülhdür, həm təhlükəsizlikdir, insan hüquqlarıdır, qanun aliliyidir. Axı bunu bacarmır, fəaliyyətsiz də hazırda. Təbii ki, bacarmır və bu forumda da bu barədə bununla bağlı çox saylı fikirlər səsləndirildi. Xüsusilə də cənab prezident tərəfindən elə Euronews televiziya kanalına verdiyi müsahibədə də məhz bu məsələyə toxundu. Ümumiyyətlə cənab prezident hər bir çıxışında Birləşmiş Millətlər Təşkilatının səmərəsizliyini hər zaman belə deyək də bildirir, söyləyir və bizim də tariximiz var bununla bağlı. Bizim yəni ki ağırlı yerimiz var ki, vaxtilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr uzun illər ərzində icra olunmurdu və Azərbaycan məcbur olub öz gücü hesabına, hərbi siyasi gücü hesabına o sənədləri, qətnamələri yerinə yetirmiş oldu və ümumiyyətlə beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına nail oldu və ədaləti də bərpa etdi. Və bu baxımdan da yenə də düşünürəm ki, hələ ki Sülh Şurasının səmərəliliyindən danışmaq hələ ki biraz tezdir. Amma buna baxmayaraq, bəli, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və digər beynəlxalq və regional təşkilatların belə deyək, gücsüzlüyü, səssizliyi, səmərəsizliyi məhz bax bu cür qurumların yaranmasına gəlib çıxartmışdı. Davos İqtisadi Forumu illərlə World Economic Forum, yəni iqtisadi forum kimi qlobal bir tərkib hissəyə malik idi. Lakin baş verən hadisələr, müzakirə olunan məsələlər, siyasi çıxışlar, elə götürək ötən gün Donald Trump'ın çıxışını. Bu da daxil olmaqla sanki iqtisadiyyatdan daha çox artıq bir siyasi platformaya çevrilibmi? Təbii çevrilib. Çünki artıq biz görürük ki, ildən ilə əgər əvvəl Dünya İqtisadi Forumuna daha çox, belə deyək də, iş adamları, biznes idarələrinin nümayəndələri, iri və nəhəng texnoloji şirkətlərin rəhbərləri iştirak edirdilərsə, artıq bugün və ildən ilə bu məsələ artır, yəni ki, bu say artır. Dövlət və hökumət başçıları bu tədbirə qatılırlar və daha çox belə deyək, iki tərəfli görüşlərə üstünlük verirlər və elə cənab prezident də istisna deyil. Yəni ki, bilirsiniz ki, elə bu əvvəlki forumlarda da, elə bu ilki forumda da çoxsaylı iki tərəfli görüşlər keçirtdi və bu görüşlər yalnız belə deyək də iki tərəfli münasibətləri deyil, eyni zamanda Azərbaycanın digər belə deyək texnoloji şirkətlərlə, investisiya şirkətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən görüşlər keçirirdi. Burada onu deməyə mən düşünürəm ki, yerinə düşər ki, elə son 2 gündə cənab prezident xeyli görüşlər keçirdi. Onların sırasında BlackRock, JP Morgan, Dell kimi belə deyək də nəhənglər iştirak edirdi həmin görüşlərdə. Onların rəhbərləri ilə görüşlər keçirilirdi. Ümumiyyətlə Azərbaycana maraq artdığı üçün, yəni ki, Azərbaycan Cənubi Qafqaz regionunu artıq bir sülh mühitinə gətirdiyinə görə artıq təbii ki, Azərbaycana olan diqqət artır və bu diqqət yalnız siyasi müstəvi ilə məhdudlaşmır. Burada bilirsiniz ki, artıq böyük, iri iqtisadi layihələr reallaşdırılır və təbii ki, Azərbaycana investisiya etmək arzusunda olan şirkətlərin, dövlətlərin, birliklərin sayı getdikcə çoxalır və heç bir şübhə yoxdur ki, Azərbaycan həm enerji sahəsində, həm nəqliyyat sahəsində, logistika sahəsində, bərpa olunan enerji sahəsində, yaşıl enerji sahəsində, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində investisiyaları gözləyir və onların təşviq edilməsi üçün bax bu cür beynəlxalq tədbirlərdə bax bu qədər çox belə deyək də görüşlər keçirilir. Amma mən bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm. Əgər əvvəlki illərdə Davosda bu görüşlərin sayı az idisə, yəni ki, tədricən artırdı. Bu forumda artıq rekord sayda görüşlərin sayı rekord sayı çatıb, rekord qırdıq. Yəni ki, bu da o deməkdir ki, əgər əvvəllər bax bu cür şirkətlər, dövlətlər bizim regionumuza belə deyək, investisiya etməyi bir risk hesab edirdilərsə, artıq bugün bu risklər tam minimuma indirilib. Nəyə görə? Ona görə ki, artıq
münaqişəyə son qoyulub, artıq müharibə də bitib, artıq etimad quruculuğu tədbirləri həyata keçirilir. Eyni zamanda artıq biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Artıq o sülh müqaviləsinin layihəsi də artıq paraflanıb. İki dövlət arasında artıq işgüzar münasibətlər də qurulmaqdadır. Bilirsiniz ki, artıq Azərbaycan bir çox layihələrdə həm Ermənistanın da nəzərə alınmasını, eyni zamanda Ermənistana gedən yüklərə belə icazə verilməsi ilə bağlı, öz ərazisi üzərindən icazə verilməsi ilə bağlı razılıq da əldə olunub və artıq həyata keçirilir. Yəni ki, bütün bunlar onu demək əsas verir ki, artıq Cənubi Qafqaz regionu bütün dünya üçün açıqdır və bir çox dövlətlər, şirkətlər artıq konkret bir maraq göstərirlər və burada belə deyək də iri infrastruktur, enerji və digər layihələri reallaşdırmaq niyyətindədirlər və bu da mən düşünürəm ki, müsbət bir haldır ki, bu layihələrin reallaşdırılması həm bizim dövlətlərimiz üçün, xüsusilə də xalqlarımız üçün, onların rifahının artırılması üçün mən düşünürəm ki, yaxşı bir imkandır, yaxşı bir fürsətdir və cənab prezident də çalışır ki, bizim, yəni ki, Cənubi Qafqazda yaşayan xalqlar, o cümlədən bizim xalqımız nəinki sülh şəraitində, eyni zamanda iqtisadi inkişaf şəraitində yaşasınlar. Bir məsələdə toxunmağınızı sizdən xahiş edəcəm. Kəmran müəllim, baxın, ölkə başçısı bir çox çıxışlarında vurğulayıb ki, Avropa İttifaqı ölkələri bizdən təbii enerji alır, yaşıl enerjinin ixracı üçün bir potensialımızın olduğunu deyir, amma investisiya yatırmaq istəmirlər. Təbii ki, hər kəsdən getmir söhbət, bəzi ölkələrdən gedir. Misal üçün, Martakos ölkə başçısı ilə Davosda görüşdə dedi ki, mən valeh oldum işğaldan azad olunan ərazilərdəki abadlıq quruculuq işlərindən. Bütün bu faktorları üst-üstə toplasaq və biz rekord sayda görüşlərdən danışdıq. Bu görüşlərdə mütləq vurğulanmalı hiss ondan həm də ibarətdir ki, görüşləri qarşı tərəf istəyir, yəni Azərbaycanla görüşləri. Bütün bunları bir araya toplasaq, biz artıq deyə bilərikmi ki, investisiya yatırımı, siz investisiya yatırımından danışdınız, mən ona gətirirəm sualımı ki, investisiya yatırımı artıq Avropa üçün də təhlükə deyil və bu stereotip beyində sındırılıb artıq. Elə bu, tamamilə düzgün buyurursunuz, elə bu tədbirlərin keçirilməsi də məhz bu məqsədlərə yönəlib ki, yəni ki, dövlətin potensialı əgər hər hansı bir dövlət və ya qurum və ya şirkət digər bir dövlətə, dövlətin ərazisində olan deyək ki, sahələrə bir investisiya yatırmaq istəyirsə, təbii ki, müvafiq qiymətləndirmələr aparılmalıdır, risklər qiymətləndirilməlidir və yalnız bundan sonra hesablamalar aparılmalıdır, danışıqlar getməlidir. Bundan sonra hər hansı bir sərmayələrin qoyuluşuna söhbət gedə bilər. Davos, sualımın biraz formatını dəyişim, Davos işğaldan azad olunan ərazilər üçün, Şərqi Zəngəzur üçün nə deməkdir, nə ifadə edə bilər? Əslində Davos işğaldan azad olunmuş ərazilərə investisiyaların yatırılması üçün ən gözəl bir imkandır. Çünki cənab prezident də bunu qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə, xüsusən də işğaldan azad olunmuş ərazilərə investisiyanın yatırılması daha çox bizə şərqdən gəlir. Yəni ki, burada həm Səudiyyə Ərəbistandır, Birləşmiş Ərəb Əmirlikləridir, Çindir və təbii ki, Azərbaycan da maraqlıdır ki, bizim həmin o ərazilərə eyni zamanda nəinki şərq, qərbdən də bir diqqət yetirilsin və mən düşünürəm ki, yenə də bildirirəm ki, bax, bu vəziyyət artıq ötən ilin avqust ayından sonra dəyişib. Yəni ki, Vaşinqton sammitindən sonra artıq bütün dünyaya məlum oldu ki, biz artıq sülh şəraitinə çox yaxınıq, yəni ki, sülhə, əmin-amanlığa, sabitliyə, iqtisadi sabitliyə, siyasi sabitliyə çox yaxınıq ki, bax, bu cür tədbirlərdə məhz Azərbaycan öz potensialını göstərir, imkanlarını göstərir, gördüyü işləri göstərir. Eyni zamanda həm ölkədə, eyni zamanda regionda gedən proseslər barədə kifayət qədər geniş məlumat verir. Eyni zamanda regionda reallaşan layihələrlə bağlı geniş məlumatlar verir. Xüsusilə də bilirsiniz ki, artıq trip marşrutu ilə bağlı tədbirlər görülməkdədir. Həm Ermənistan tərəfindən də müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, artıq sevindirici bir haldır ki, Ermənistan sözdə yox, artıq konkret əməllərlə bu layihənin reallaşdırılması üçün artıq səylər göstərir və bu açıq-açıq görünür. Eyni zamanda elə forumda iştirak edən Ermənistanın prezidenti tərəfindən də deyilən sözlərdə artıq onu deməyə əsas verir ki, Ermənistan da artıq sülhün tərəfdarıdır və bu sülh təbii ki, ölkələrin siyasi
iradəsindən irəli gəlir, sülhə sadiqliyindən irəli gəlir. Bunu cənab prezident də orada qeyd etdi və mən düşünürəm ki, biz yaxın gələcəkdə bizim regionumuza yeni layihələrin reallaşdırılmasının şahidi olacaq. Bu bir mənalıdır. Əgər əvvəl müharibə riski var idisə, əgər gərginlik riski var idisə, artıq bugün biz ondan artıq danışmırıq. Biz artıq bugün sülhdən danışırıq, biz bugün artıq sabitlikdən danışırıq və cənab prezident də xüsusi qeyd etdi ki, artıq bizim xalqımız artıq 5-6 aydır ki, sülh şəraitində yaşayır. Bu təbiidir. Müstəqillik dövrümüzdə heç vaxt bu qədər... Bəli, müstəqillik dövrümüzdən etibarən ki, müstəqilliyimizi bərpa etdikdən sonra biz sülhdə yaşamamışıq. Nə biz, nə Ermənistan xalqı artıq bu tarixi bir fürsətdir, tarixi bir imkandır ki, bax bu razılaşmanı, bu sülhü, əmin-amanlığı, bax bu sabitliyi biz konkret bir nəticələrə çevirək. Çünki əvvəl münaqişə idi, müharibə idi, indi sülh danışıqları idi, sülh müqaviləsinin paraflanmasıdır, sülhün bərqərar olunmasıdır və bax, bu sülhün məhz imkanlara, resurslara, iqtisadi inkişafa çevirmək, bax, bugün əsas hədəf bundan ibarətdir. Kəmran müəllim, biz bir neçə müddətdir, bir ilə yaxındır, bəlkə də biraz çox danışırıq ki, dünyanın yeni siyasi xəritəsi yazılacaq, yeni formallıqlar olacaq və s. Amma nəticə etibarilə biz bunu artıq fakt olaraq görürük. Deyirdik, nəticədə oldu və bu istiqamətdə də bir sıra strukturlar da sıradan çıxır. Fəaliyyətsiz strukturlar deyək. Necə ki, Minsk qrupu ləğv olundu, getdi öz işinin dalıca. Eyni ilə də digər strukturlar, beynəlxalq təşkilatlar da bir-bir öz süqutunu elan edirlər. Bu istiqamətdə sualım NATO ilə bağlıdır. Davosda səslənən fikirlərdən sonra biz deyə bilərikmi ki, NATO'nun gələcəyi artıq strateji ittifaq kimi yox, bir formalitə kimi olacaq? Yoxsa hələ də NATO'nun vacibliyinə, mən ən azından Trump'ın ritorikasından sonra bu sualı vermək məcburiyyətində qalıram, yoxsa elə NATO öz strukturunu qoruyub saxlayacaq bir Hələ ki, onun belə deyək də, çökməsindən söhbət belə getmir hələ ki, amma biz təbii ki, bütün dünya bunu görür ki, həqiqətən də NATO daxilində müəyyən çaxnaşmalar, müəyyən maraqlar münaqişəsi baş verir və bunun başında da təbii ki, bunun səbəbkarı da məhz Amerika Birləşmiş Ştatlarının yeni belə deyək də, administrasiyasıdır və ümumiyyətlə tarixən NATO həmişə Amerika Birləşmiş Ştatları bir NATO'nun bir sütunu kimi, əsas dayağı, əsas sütunu kimi qəbul olunurdu və faktiki də belə idi. Çünki əsas elə maliyyələşmə məhz Amerika Birləşmiş Ştatlarının üzərinə düşürdü və mən belə başa düşürəm ki, artıq ABŞ bu vəziyyətlə barışmaq istəmir və bu səbəbdən də Trump administrasiyası bütün NATO üzvlərinə müdafiə xərclərinin həcmini artırmağa tövsiyə etdi, tapşırıq verdi, tələb etdi hətta. Amma belə bir ritorikası da vardı, belə bir ifadəsi də var idi ki, Qrenlandiya ilə NATO arasında qalsam, Qrenlandiyanı seçəcəm. Bu da təbiidir, yəni ki, nəyə görə? Bu biraz taktiki gedişdir. Çünki indi Donald Trump bununla bağlı fikirlərində səsləndirib ki, əgər Qrenlandiyaya heç bir nəzarət olmasa, yəni ki, onun o nəzarəti məhz Rusiya ilə Çin öz üzərinə götürəcək, Arktika məsələsi var və bu baxımdan da bu nəzarəti gücləndirmək üçün və belə deyək də, bu qarşıdurmanın qarşısına alınması üçün məhz Amerika Birləşmiş Ştatları bax bu cür yola əl atır və hətta belə deyək də güc ssenarisini də istisna etmirdi bir ara, amma bu yaxınlarda verdiyi açıqlamada da güc ssenarisinin yəni ki, olmayacağını bildirdi. Amma bugün biz konkret olaraq deyə bilərik ki, Qrenlandiya ətrafında olan məsələ Amerika Birləşmiş Ştatları ilə Avropa dövlətləri arasında çox böyük gərginliyə səbəb olub və... Həqiqətənmi bu lazımdırmı? Yəni Donald Trump dediyi kimi, əgər Qrenlandiyaya bir nəzarət olmasa, Qrenlandiya ələ keçirə bilər. Konkret olaraq Rusiya tərəfindən misal. Strateji, yəni bilirəm, taktiki və strateji baxımından olduqca vacib bir, belə deyək ki, regiondur. Belə bir təhlükə varmı? Yəni sualım ondan ibarət. O təhlükə, əgər Amerika Birləşmiş Ştatları bu barədə deyirsə, yəni ki, çox güman ki, müəyyən faktlar əsasında deyir və müəyyən, belə deyək, kəşfiyyat məlumatları ola bilər, müəyyən, belə deyək, təhlillər ola bilər ki, bax, buna işarə vurur ki, Qrenlandiya hissəsi, Qrenlandiyanın özü yox, daha çox Arktika ərazisi
belə deyək də təhlükə altındadır və Çinlə Rusiyanın nəzarətinə keçə bilər. Yəni ki, orada onun qarşısının alınması üçün Amerika Birləşmiş Ştatları buna əl atır. Amma yenə də hələ ki bu məsələ qeyri-müəyyən qalıb. Təbii ki, Danimarka öz tərəfindən bu adanı vermək niyyətində deyil və artıq belə orta məxrəcə gəlmək üçün bir fikirlər səsləndirilir ki, belə deyək, Amerika Birləşmiş Ştatlarına həmin ərazidə hərbi bazaları tikdirmək, eyni zamanda hərbi qüvvələri yeritmək hüququ verilsin və mətbuatda gedən məlumatlara görə artıq bununla bağlı müvafiq sənəd də hazırlanır və çox güman ki, bu sənəd açıqlanandan sonra biz daha konkret biləcəyik. Sülh Şurası öz istiqamətini genişləndirə bilərmi? Yəni tək Qəzza ilə məhdudlaşmaya bilər. Təbii, bu asılı olacaq məhz yaxın şərqdə cərəyan edən hadisələrlə bağlı. Tək yaxın şərqdə yoxsa dünyanın fərqli istiqamətlərinə? Bugün o Sülh Şurası məhz yaxın şərqlə bağlı, yaxın şərqdə belə deyək də münaqişənin sonlandırılması məqsədi ilə yaradılıbdır və təbii ki, Donald Trump da çalışacaq ki, bu məsələni müsbət həlli olsun ki, artıq Sülh Şurasının belə deyək də həm coğrafi əhatəsini və eyni zamanda səlahiyyətlərin genişləndirilməsi üçün bir əsas gətirə bilsin. Əgər o uğursuz olacaqsa, onda onun Birləşmiş Millətlər Təşkilatından fərqi nə olacaq ki? Amma burada biraz fərqli bir məsələdir. Bilirsiniz, burada biraz indi Amerika prezidenti bununla bağlı müəyyən bir açıqlamalar verdi ki, kollegial bir orqan olacaq, amma səs vermədə əsas belə deyək də həll edici səs hüququ sədrət yəni ki, məxsus olacaq. Amerika Birləşmiş Ştatları prezidenti həll edəcək. 2027-də başlayacaq missiyadan söhbət gedir. Prezidentlik dövründən sonraki etapı nəzərdə tuturam. Hətta belə bir fikirlər səsləndirildi ki, hətta vəzifədən getsə belə, getdiyi təqdirdə Sədr olaraq qalacaq. Elə onu nəzərdə tuturam. Kamran, mən bir məsələyə toxunmaq istəyirəm. Şuraya dəvət alan ölkələrin siyahısına baxırıq. Qəzzaya və açıq deyək, yaxın şərqə aidiyyatı olan və olmayan ölkələr var. Amma bu hissəyə Azərbaycanı aid edə bilmərik. Siz bayaq Sülh Şurasına dəvət alma səbəblərini Azərbaycanı sadaladınız. Bir əlavə edə bilərikmi ora deyə sual verəcəm sizə. Ölkə başçısı Prezident İlham Əliyevin necə region daxil dünyavi proseslərə artıq bir növ həlledici istiqamətdə addımlar attığını görürük. Söhbət konkret olaraq Azərbaycanın yaxın şərqlə bağlı apardığı siyasətdən gedir. Biz İsraillə də gözəl münasibətlərə sahibik. Fələstin mövqeyimiz bəllidir. Türkiyə ilə qardaşlıq əlaqələrimiz var və Azərbaycan Bakı platformasını dəfələrlə, səhv etmirəmsə 5 və yaxud da 6 dəfə yanıla bilərəm rəqəmdə, amma sayı çoxdur. İsrailə və Türkiyə nümayəndələrinə təqdim edib danışıqlar üçün. Məhz bu nüanslar da nəzərə alınıbmı sizcə dəvətdə? Təbii, təbii. Çünki Azərbaycanın üstünlüyü ondadır ki, Azərbaycan istənilən dövlətlə, istənilən beynəlxalq təşkilatla, qurumla əlaqələri qurmağa bacaran bir dövlətdir və eyni zamanda biz onu da nəzərə almalıyıq ki, Azərbaycan artıq Cənubi Qafqazın çərçivəsindən kənara çıxıbdır və bugün indi biz əgər yaxın şərqdə Azərbaycanın maraqlarından danışırıqsa, bugün Azərbaycan Suriyaya, bilirsiniz ki, neft məhsullarını tədarük edir. Bu da maraq deyilmi? Bu da maraqdır. Eyni zamanda Cənab Prezident də bunu xüsusi qeyd etdi ki, Azərbaycanın sülh yaratma fəaliyyətində artıq təcrübəsi mövcud, real təcrübəsi mövcuddur və bu real təcrübədən də, bu modeldən də istifadə olunmalıdır. Bəli, və eyni zamanda bunu çox gözəl bilir. Bəli, bununla da yanaşı mən bir də təkrarlayım ki, belə deyək də, ərazilərin bərpası ilə bağlı, qaçqınların qayıdışı ilə bağlı, minaların təmizlənməsi ilə bağlı, bununla yanaşı bizim çox gözəl multikulturalizm və dini tolerantlıq modelimiz var. Dinlərarası dialoq bizim ölkəmizdə müxtəlif dini konfessiyaların və azsaylı xalqların nümayəndələri dostluq şəraitində, qardaşlıq şəraitində yaşaya bilirlər. Bu təcrübə deyilmi? Və bu təcrübədən də məhz yaxın şərqdə də istifadə oluna bilər və istifadə də olunmalıdır. Çünki bunun müsbət nəticələri var.
Kamran müəllim, çox sağ olun, təşəkkür edirəm suallarımızı cavablandırdığınız üçün. Qonağı millət vəkili Kamran Bayramov idi. Biz onunla birlikdə Sülh Şurasından, Davosda Prezident İlham Əliyevin iştirakından, Donald Trump və ölkə başçısı İlham Əliyev arasında keçirilən görüşdən və əlbəttə ki, dünyada baş verən son hadisələrdən danışdıq və burada Azərbaycanın roluna da toxunduq. Biz ayrılan vaxt başa çatdı. Sabah görüşərik, hələlik.